Bugünkü çəkilişimizi biz 1994-cü il Mingəçevirin iyul şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Ərzuman Osmanovun həyatına həsr eləmişik. Arzularımız var idi. Çox hamımızın, anamın da, atamın da, bacımın da, hamımızın. Özünün sevdiği de var idi. Azər bir vətənpərvər oğlandı. Həqiqətən də vətənpərvər oğlandı. O yaralandı, getdi döyüşdə yaralandı. Getdi Papani'də yatdı, qayıtdı gəldi, bir də getdi döyüşə. Hər barı istəyir ki, qardaşın toyunda xonça tutsun. Bir yaralı olubdu, deyib məni çıxartmayın, gedin. Başqa yaralıları çıxartdım. Bismillahirrahmanirrahim. Mərhəmətli və bağışlayan Allahın adıyla. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bir məzarın başında layihəsi ilə yenə siz əzizlərin qonağıyıq.
bugünkü çəkilişimizi biz 1994-cü il Mingəçevirin iyul şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Ərzuman Osmanovun həyatına həsr eləmişik. 1994-cü ilin iyul şəhidləri isə bunlardır: Amil Məmmədov Hümbətoğlu, Vaqif Zeynalov Zeynaloğlu, Mübariz Yusifov Klimentoğlu, Azər Mustafayev Yusifoğlu. Şəhidlərimiz haqqında onların əzizlərinin dilindən dinləyək. Mən Mustafayev, Vaqif Yusufoğlu, şəhid Mustafayev, Azər mənim balaca qardaşımdır. Siz neçə bacı qardaş olmuşsunuz? 8 qardaş, 3 bacı. Səhv eləmirəmsə sizin bir qardaşınızdır. Bəli, Mustafayev, Arif Yusufoğlu. Arif Mustafayev də şəhiddir. Azər Mustafayevdir. Arifdən danışaq əvvəlcə ki, yəni o şəhidimiz Azərdən qabaq şəhid olub. Bəli, o baş leytenant olub. Rostovda işləyirdi, müharibə dövrü işin tərk elədi, gəldi Ağdama. Bəli. O harda dəfn olunub? O Bakıda, Şəhidlər Xiyabanında. Şəhidlər Xiyabanında. Neçənci ildə şəhid olub? 92-ci ildə. Onun döyüş yolu hardan? Hansı? Onun döyüş yolu Ağdam, Çıldıran, Qaraqaya, bu tərəflərdə. Sırxavənd. Belə deyək də, sonradan da döyüşlərə Azər getdi. Bəli. Aha, qardaşının intiqamını Bəli. almaq üçün. Xarakterindən danışaq ki, Azər necə oğul idi, necə qardaş? Azər bir vətənpərvər oğlan. Həqiqətən də vətənpərvər oğlandır. O yaralandı, getdi döyüşdə yaralandı. Getdi Papani'də yatdı, qayıtdı gəldi, bir də getdi döyüşə. Vətən qeyrəti onu boğurdu da. Bəli. Şəhidimiz evli idi, subay idi. Subaydı, hər ikisi də 27 yaşında şəhid olub. Hər ikisi də. Ata-anazdan danışaq, Yusif kişidən. Atam müəllim işləyib, ömrü boyu müəllim olub. Belə. Ananız Anamız da bir tek bacısı işləyib. çətin idi da, iki oğul qurban Bəli, verdik vətən üçün. əlbəttə ki. Yəqin onların həsrətinə dözməyib bugün Bəli. dünyada yoxdular. Atam çox əziyyət çəkdi. Danışaq bir qədər. Nə deyim vallahi. Demək, ayrıca danışaq nə deyim. Bugün siz böyük qardaş kimi həm də ata əvəzi gəlirsiniz, qardaşınızı Bəli, ziyarət edirsiniz. əlbəttə ki. Amma yaxşı olardı, atamı da çəkəydiniz. Atamın da qəbri buradadır. Çox, hər kişi elə onun kimi ürəkli ola bilməz. Ananız da orada dəfn olunub. Yox, anamız Ağdamda. Ağdamda. Siz əslən Ağdamlısınız. Bəli. Yəni Qarabağlısınız və bu igidlərimiz də həm Arif, həm Azər Mustafayevlər belə deyək də Qarabağın azadlığı yolunda fəda olublar. Və bugün Qarabağımız işğaldan azaddır. Min şükür. Bugün Qarabağda Azərbaycanın üç rəngli bayrağı dalğalanır. Bir qədər yəqin kədərlisiniz, Əlbəttə ki. amma bir qədər də qürurlusunuz, fəxr edirsiniz. Fəxr edirəm. Bu barədə bir qədər danışalım. Vallahi Sizdən sonra torpaqlar alınıbdı, amma şəhidlərin qanı yerdə qalmadı. Allah bütün şəhidlərə rəhmət eləsin. Şəhidlərin qanı yerdə qalmadı. Allah yerdə qalanların canı sağ olasın. Allah sizə də ömür versin. Sağ olun, var olun, əziyyət çəkmisiniz, gəlmisiniz. Borcumuz. Sağ olun, var olun. Bilin. Mən Mustafayev Kənan Yusufoğlu, şəhid Mustafayev Azər Yusufoğlu'nun qardaşıyam. Ən balaca qardaşları demək olar ki, mənim. Arif və Azər qardaşlarınız xatirizdədir, necə? Bəli, bir məktəbdə oxumuşuq. Düz onlar məndən böyük olub. 10 il bir məktəbdə oxumuşuq. Arif demək, Azərin özü idmançı olub. Yəni idmanla məşğul olurdu. Arifin özü demək, Kamışında Vışıvay nüfçilik var Rusiyanın. Oranı qutarıbdı. Qutarından sonra leytenant zvaniyası verilib, təyin olunub Rostovda elə ki, komandir vзвод kimi. Sonradan nəçənik ştaba keçdi. Ondan sonra müharibə başlayanda 90-cı illərdə əvvəllərində demək, vətənə dönüş elədi. Ki, mən yəni, zabit ola vətənim dardadır, buna vətənə köməklik eləmək lazımdır. Demək, 92-ci ildə qardaşım Arif Naxçıvan döyüşlərində şəhid olmuşdu. 92-ci ildə. İyun ayının 26-sında.
Azər isə 93-cü ildə yaralandı. Yaralandı Bakıda hospitaldan. Demək olar ki, ədyalları bir-birinə sarıyıb, oradan düşüb qaçmışdı çəliklə. Çəliklə qaçıb gəlmişdi. Yəni yaralı olmağına baxmayaraq Bəli. qardaşınız da qeyd Bəli, heç bir sənəddə almamışdı ki, yaralı. Qaçıb gəlmişdi, həmən döyüşdüyü yeri, Köçəli batalyonuna. 44 günlük müharibə oldu və Bəli. qanları yerdə qalmadı. Bəli. O günlərdən bir qədər danışaq. 44 günlük müharibədə mən özüm mühafizə xidmətində işləyirəm. Azənerjinin mühafizə xidmətində işləyirəm orada mühafizə xidmətində. Yəni Ona da atmışdılar. bəli, bəli, dəfələrlə ora raket hücumları olmuşdu, dəfələrlə raket hücumları olmuşdu. Ona baxmayaraq bizim demək həm ordumuzun sayəsində, həm dövlət başçısı bizim prezidentimiz İlham Əliyevin sayəsində, yəni 44 günlük müharibə demək qələbə ilə. Dəmir yumruq demək olar ki, erməninin başını əzdi. Belə deyək də. Ondan əlavə də ki, mənim öz işçilərimdən arası 7 nəfər 44 günlük müharibəyə iştirak ediblər. Könüllü. Məsələn, sizin nəsildən də döyüşən. Bəli, mənim qardaşım belə Bəyək Mustafayev Vaqif, onun oğlu 44 günlük müharibədə iştirak edib. Mustafayev Məhəmməd Vaqifoğlu 44 günlük müharibədə iştirak edibdi. Bacım oğlu da iştirak edibdi. Bacınızın oğlunun adı nədir? Paşayev Elmir. Paşayev Elmir. Bəli. Yəni belə deyək də, əmilərinin və dayılarının Bəli, intiqamını alıbdır, bəli. Müharibədə iştirak Bəli. elədi. Yəni canla başla iştirak ediblər. Deməyim odur ki, yəni Allah cəmi bu şəhidlərə rəhmət eləsin. Siz də əziyyət çəkmisiniz, sizin sahənizdə gəl bu çəkilişləri eləyirsiniz. Yəni düzdür, şəhidlər heç vaxt unudulmur. Ona baxmayaraq ki, sizin də əziyyətiniz çoxdur. Sizə təşəkkür bildirirəm. Çünki bu yayımlar gözəl şeydir. Bu vətənpərvərliyi daha da gücləndirir. Biz fərq olmadan bütün şəhidlərimizi çəkirik. Çox sağ olun, əziyyət çəkmisiniz. versin. Allah canınızı sağ eləsin. Ruhu şad olsun. Sağ olun, sağ olun. Qardaşlarınızın da ruhu. Çox sağ olun. Minnətdarım sizə bir Qarabağ dəfə. Azərbaycan. Bəli, Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan. Mən Yusubov Könül, Klement qızı, Yusubov Mübarizin bacısıyam. Siz neçə bacı qardaş olmusunuz? Biz 3 qardaş, bir bacıydıq. Qardaşlarınız sizdən fərqlənirdi? O böyük də bir məndən balacaydı, qardaşlarımdan böyük idi, böyük qardaş idi. Hər hani də onlar uşaq idi, fərqlənirdi. Daha vətənpərvər idi, daha cəsarətli idi. Nə bilim, hər hani hələ heç əsgərliyə getməmişdən əvvəl də bizim evimiz Xoramurt kəndinə, ermənilər qalan kəndə biraz yaxın idi. Orada yolun qırağında post var idi. Bütün kəndimizin oğlanları, mübarizin yaşıtları və ondan böyüklər, ondan kiçiklər hamısı gecəni səhərə qədər elə olurdu, orada qalırdılar. Orada postadır. Öz kəndlərini hələ qorumaq üçün. Öz kəndimizi hələ. Onda hələ də heç bir milli ordu qurulmamışdı, özünü müdafiə qoşunları yığılmamışdı. Ancaq ki, belə orada posta cavanlar, kəndin cavanları hərə öz kəndinin baş tərəfində elə posta dururdular. Xarakterindən danışaq. Necə? Xarakteri tamam başqa bir, bilmirəm. İndi o belə şəhid mi olacaqdimi, belə nətərdimi, bambaşqaydı da. O qədər mülayim, o qədər rəhimli. Mən deyirdim ki, o heç nə bilim, bəlkə də heç onun nə qədər erməni öldürdüyündə, erməni ilə döyüşəndə, nələr elədiyin, eşidəndə birdən adam deyirəm ki, mənim onun ürəyə gəlməzdi bəlkə də. Amma yoldaşlarının danışdığından, görən şahidlərinin böyründə olanların dediyindən bilirik ki, çox qəhrəmanlıqlar göstərir. Daha cəsarətli, bizim tanıdığımızdan daha cəsur imiş. Adına uyğun olub da mübariz. Bəli, bəli. Ata-ananız rəhmətə gediblər. Atam 10 ildir rəhmətə gedib, anam 6 ildir. Nə bilim, burada elə onların bu Mingəçevirdə yaşadığımız müddətdə, bura qaçqın gəlibdə, köçüb gələndən sonra nə qədər çəkdik, bir il çəkmədi.
şəhid olub. Ağdam alınandan sonra, Ağdam ermənilər işğal eləyəndən sonra şəhid olubdu mübariz. Ağdərə Sırxavənd istiqamətində. Bura gələndən sonra burada da Mingəçevir xəstəxanasında gəldi yaralı birinci dəfə. 2 dəfə yaralanıb. Yaralı olmağına baxmayaraq Təzədən bir də qayıtdı. şəhidlərimiz çoxsu o cürdür. Gör nə qədər Onda ayağından yaralanmışdı. Sonra sağaldı demək olardı, sağalmadı. Təkrar bir də qayıtdı. Özü istədiyi papama, atamıza dedi ki də məni qaytar apar. Apardı Ağdərədə o tərəfdə idi. Bunların çastı. Əvvəli Nasosundan getmişdilər Bakıda. İlk əskərliyi oradaydı. Sonra gedəndən sonra orada döyüşlərdə iştirak eləmişdi. Kəşfiyyat dəstəsində elə bir ki, mühasirəyə düşmüşdülər, miniyyə düşmüşdülər. Belə yaralanmışdı. Gəldi sonra burada Mingəçevirdə, Bakıda, hospitalda şəhid oldu. Şəhidimizin 19 yaşı var idi. Bəli, Şəhid olanda subay idi. subay idi. Bir bacı kimi yəqin ki arzularınız var idi. Arzularımız var idi. Çox hamımızın, anamın da, atamın da, bacının da, hamımızın. Özünün sevdiyi də var idi. Bugün şəhidimizin adını daşıyan var məsələn. Var, hə. Kiçik qardaşımın oğlu Mübariz adı atam qoyub. İndi köçüblər onlar Xıdırıya, oradadılar. Elə köçmək demişkən bugün Qarabağa köç başlayıb. Mübarizin uğrunda şəhid olduğu torpaqlar işğaldan azad. Azad oldu. O günlər yəqin ki, yəni Ağdam işğaldan azad olanda çox sevindiniz. Çox sevindik də. Qanı yerdə qaldı. Ağdamla qabaq onun şəhid olduğu Ağdərə istiqaməti ən birinci bacı, qardaş ora getmişik. Gedib oranı ziyarət eləmişik ki, Amma şəhərimizə şəhidlər gəlirdi. Acınız təzələnirdimi? bəli, əlbəttə ki. O arxada dəfn olunan təzə şəhidlər, hər biri dəfn olunanda biz burada olmuşuq. Gəlib o analara, o bacılara təsəlli vermək üçün yanlarında olmuş. Yanlarında olmuş, amma təsəllisi yoxdur. Heç bir şəhid valideyninə təsəlli mümkün deyil. 44 günlük müharibə zamanı sizin bir qohumunuz da şəhadət zirvəsinə ucaldı. Bəli. Bir qədər o barədə danışardıq. Əzim Həsənov. Əzim Həsənov da bibim nəvəsidir. Bibim oğlunun oğludur. O da ali məktəb qurtarmış, savadlı, könüllü getmiş, döyüşə getmiş, fəal iştirak eləmiş və yaxud o cürə hələ nə qədər onun nəşi də gec tapıldı. Çox ağır onun da tapılması, gəlməsi çox ağır oldu. Sanki ikinci dəfə yaşadınız. İkinci dəfə hər bir şəhidimiz gələndə həmin günü biz təzədən yaşamışıq. Hər bir şəhidimiz. Sizə səbir versin. Ümumiyyətcə bizim familiyamızdan çox şəhid var. Yusifov. Çox şəhid var. Oktay Yusifov. Oktay Yusifov var. Birinci Qarabağ. Sonra ana tərəfdən də var. Xalam oğlu da şəhid olub, Şirvani Həsənov. Həm də ki, bibimin yoldaşının da qardaşı oğludur, əmsi oğludur. Onların da o tərəfdən də qohumdur. Allah sizə can sağlığı versin. Təşəkkür ederim. Rəbbim bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin. Son olaraq nəsə sözünüz varsa bu layihəmizə, Layihənizə də Allah hamınıza can sağlığı versin. Hamınıza uzun ömür versin. Allah bir daha müharibə eləməsin, bir də şəhid görməyək. Sizin kimi gənclər ancaq ki, bunları yaşadıb yaşasınlar. var olasınız. Allah sizə can sağlığı versin. Nə qədər varsınız, Allah Teala sizi sağ canla, fəallıqla, nə bilim, nə deyim, nə yaxşı ki varsınız. Ki bu şəhidlərimizi də yad eləyirsiniz. Borcumuz. Mən Həsənov Fikrət Səhətoğlu, Həsənov Əzim
Fikrət oğlunun atasıyam, şəhid. Şəhidimiz Mübarizlə necə qohumsuz? Mübarizin də maması oğluyam da, bibisi oğlu. Atasının, hə də biz mama oğlu deyirik. Mübariz xatirələrinizdə necə oğul kimi qalır? Mübariz elə bir ki, dayımın böyük evladı idi. O bir uşaqlar balaca idi. Mübariz hardasa bir məktəbi qutarandan sonra 1-2-3 ayda mənlə yoldaşlıq eləyib. Yəni mən Ağdamda Sivyazda işləyirdim. Prorab işləyirdim. Mənim yanımda elə rəhmətlik daim dedi ki, bu uşaq da göz açılsın deyin. Məktəbi təzə qutarmış uşaqdır. Mənlə elə bir gedib kəndlərə telefonzat çəkirdik də. Oraya gedib gəlibdi 1-2-3 ay. Dayınız oğlu belə deyək, çox yaxın olmusunuz, dostluğunuz oldu. Siz ondan bir neçə yaş böyük olmağına baxmayaraq, yəni ondan belə deyək, sizlə gəzirdi, sizin yanınızdaydı. Dayınız şəhid atası oldu. Yəni dayınız oğlu şəhid oldu. Və o hissləri də 44 günlük müharibə zamanı siz yaşadınız. Şəhid atası olmaq, yəni xüsusilə məsələn dayı oğlu itirmişdiniz. Necə bir hisdir? Mən tək dayım oğlum yox, xalam oğlum itirmişdim. Mübarizdən qabaq xalam oğlunu itirmişdim, Oqtay Yusufov. Oqtay Yusufov itirmişdim. Ondan sonra da Mübariz getdi, şəhid oldu. Yəni çox ağır, yəni o yolu mən bilirdim. Mən hətta dayım çox belə mərd, qeyrətli, mərd, nə bilim, haracan desən, sağ deyim ki, bəlkə də rayonda onunla hər oğul qabaq-qabağa gəlib başarmazdı. Yəni elə bayağı o insanıdır, özdə yəni qorxu ki, bilən insan döyüldü də, belə. Yəqin Qarabağın həsrəti ilə dünyasını dəyişdi. Oğul dərdi, Cavid, bilirsiniz də, neçə şəhid atası gedibdi 44 günlükdən bəri. Məni əvvəl bilmirəm, tanıyırdım, tanımırdım, nə gün deyim. Şəhid atası olmaq çox çətin. Çox çətin. Qürurlu deyil, o narkomanın, o nə bilim, alçağın görəndə qürur hissi keçirirsən ki, mənim oğlum şəhiddir, yəni qeyrətli oğul. Amma nə qədər də qürur hissi keçsən də baladır da. Ona görə Allah həm dayıza rəhmət eləsin, həm balası Mübarizin ruhunu şərəf. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, o cümlədən sizin də bütün dünyadan köçənlərinizə Allah rəhmət eləsin, qardaş. Daim da, bax, o uşağın elə deyirsiniz, vətən dərdi başqa, amma evlət dərdi tam başqa. Mən də Ağdamın dərdini çəkirdim, oğlum onu hiss elədi, getdi, yazıldı Həmiliyə. Kim atam gecə günüz Ağdam həsrəti ilə yatıb durur. Nə qədər deyilədim, onu sən söhbətində olmuşsan da, onun dekanı, universitetin müəllimi buna deyir ki, nəzim, hara gedirsən? Deyir ki, yox, mən atam Ağdam aparmağa söz vermişəm, mən döyüşdən qaçam mənim. Özümə Ağdam qayıtdı. Ağdam qayıtdı, amma Allah ruhlarını şad eləsin. Gedirəm kəndə, Cavid. Allah bunların hamısına rəhmət eləsin. Amin. Bunlar onsuz da cənnətdədirlər. Bəli, o sözü elə onunla tamamlayaq. Bunlar hamısı cənnətdədirlər. Gedirəm kəndə gedəndə, nə bilim, bir xeyir iş görəndə, orada o cavanları görəndə, uşaqları görəndə, düzdür, özümü saxlaya bilmirəm. Çəkirirəm bir küncdə ürəyimi boşaldıram, amma fəxr edirəm, həm də yəsizlikdə olanda çığırıram ki, qanınız havaya getmədi də, yəni vətəndə yay olur. Gəlmişəm, Ağdamdayım, ay olur. Çox sağ olun. Allah sizə can sağlığı versin. Son sözünüz varsa buyurun. Allah sizlərə uzun ömür versin, can sağlığı versin. Bizim kənddə də bir qrup yaradıblar, şəhidləri yaşatdı, qaziləri də vətənpərvər qrupdur. Şəhidlərin anım günlərini keçirirlər, ad günlərini keçirirlər. Bütün Xıdırının nə qədər şəhidləri varsa, hamısını bir-bir yad edirlər. Burada gəliblər, bilmirəm, bəlkə də görmüşsünüz, bizim uşaqlar, yəni yığışırlar, gəlirlər, bütün şəhidləri yad edirlər. Mən onlara bir dəfə söhbət düşdü, dedim ki, Mingəçevirdə də bir balamız var, bir qardaşımız var.
O da sizin bak yolu eyni onun yolun gedirsiniz. O da şəhidlərimizi yaşatmaqdan ötürü belə bir layihə düzəldiblər. Allah canlarını sağ eləsin. Özdə o Əzimin hacı apardığınız şəklini də göstərdim uşaqlara. Dedim bax bu da görürsünüz Əzimin yoldaşları, yəni Əzimi də apardılar, hacı da gəzdidilər, gətirdilər. Allah onlara dəyməsin. Mən ölüncən sizə minnətdaram. Mənim kimi də bütün şəhid ailələri minnətdardır, minnətdar da olmalıdırlar. Ona görə ki, bu işi siz görürsünüz, bu uşaqları siz yaşadırsınız. Borcumuzdur. Yox, borc. Bunu sana neçə dəfə demişəm. Çoxlarının çox borcları var. Amma heç kim yerinə yetirmir axı. Onu yerinə yetirən oğlan deməli mərd oğlandır. Vətənpərvər oğlandır. Bizim də həmişə onların yanında olmağımızla biz borcluyuq ki, sizin yanınızda olaq. Sizin nə dərdiniz, səriniz olsa biz canla başla həmişə yanınızdayıq. Allah sizi dərddən, sərdən uzaq eləsin inşallah. Var olasınız. Mən Məmmədov Elnarə, Ümmət qızı, Məmmədov Amilin bacısıyam. Şəhidimiz neçənci ildə, hardan adamı? 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. Oktyabrın 28-də. Neçə bacı qardaş olmuşsunuz? 8. 6 qardaş, 2 bacı. Qardaşlarınız içərisində fərqlənir də Amil. Amil tamam başqa bir fərqli, tamam fəal, aktiv, özünü o da verən, can yandıran. Nə bilim, Amil üçün Amil bizim evimizin ən istəhlisi olub. Yaşının az olmağına baxmayaraq o döyüşlərə qatıldı. Bəli. 19 yaşında şəhid oldu. Amil məktəbi qutardı, 12 nömrəli məktəbi. Qutarandan sonra Rusiyaya getdi. İşdi ki, bizim qaşqınlar, biz yerli idik. Onlar qaşqın gəldi. Hansı bölgədən? Anam tərəflə Ağdamdan, atam tərəf Laçından. Qaşqın gəldi. Amil qayıtdı dedi ki, biz burada niyə oturmuşuq? Biz getməliyik vətən üçün. Papam dedi ki, yaşın düşmür ay bala, hələ sənə paveska gəlməyib. Dedi, yox, mən gedəcəm. Mən 7-ci sinifdə oxuyordum Amil əskər gedəndə. Atam işə gedirdi, Lənkəranə reisə gedirdi. Amil dedi ki, gedim bankomatdan maraqlanım, görüm. Amma halbuki dünən gəlib ha, Rusiyadan. Nəsə, Amil bankomat getdi, maraqlandı. Dedi, sən hələ tam yaşın düşmür. Onda 18 yaşı var. 18 yaşı var idi. Dedilər ki, qoy tamamlansın sonra. Dedi, yox, mən vətən üçün gedəcəm. Həqiqətən o uşaq bilim, od parçasıdır. Yerə göyə sığışmır ki, mən getməliyəm vətənə, müharibəyə. Bir qardaşınız da döyüşlərdə idi. Bəli, bir qardaşım bundan qabaq döyüşlərdə idi. Məmmədov Adil Hümbətoğlu. Adil o 91-də gedənimizdə. Həm qardaşı da elə şücaətli olub. Bəli. Şəhidimiz az yaşlı olduğuna görə subay idi. Bəli, subay idi. Subay idi. Məncə yox, subay oldu. Çünki o qədər aktiv uşaq idi ki, yəni nə bilim, bəlkə də var idi, biz bilmirdik. Bəlkə də özünün istəyi olub, qəlbində saxlayıb. Qəlbində olub, bəlkə də bilməmişik onu. Amma bir bacı kimi arzunuz var idi. Bəli, əlbəttə ki, hələ. Onun məzarını güllərlə bəziyirsiniz. İstəyərdiniz ki, toyu olsun, toyuna hazırlıq görəsiniz. Hər bacı istəyir ki, qardaşın toyuna xonça tutsun. Bu nə qədər qisməti bilirmiş. Deməyəm odur ki, Amil əskər gedəndə, yanvarı 3 əskər getdi. Biz Amilin yanına getdik. Dedi ki, mən elə bir yerdəyəm ki, mən bura qayıtmayacağam. Mən evə bir də qayıtmayacağam. Dedim, niyə elə deyirsən? Dedi ki, bura elə bir yerdir ki, buradan qayıtmaq çox çətindir bizə. Papam qardaşıma qayıtdı, dedi ki, hər şey yaxşı olacaq, hər şey sənin ürəyin istədiyi kimi olacaq. Gedə, hə, mən ona nail olaram ki, mən şərəfli ölüm.
Düz atam durmur, əmim durur. Əmim qayıt dedi ki, sən bizim nəslimizdə yeganə oğulsan ki, əskər getmisən. O vaxtı bizdən əskər gedənlərimiz Amil vaxt gedən yox idi. Neyse Amil əskər getəndə biz onun prisiyaqasında yəni atam oldum, mən oldum, bir əmim olub. Belə deyək də bizim dövlət üçün. Çünki qardaşlarınız hərbi xidmətdə başqa ölkədə olmuşlar. Bəli, bəli, olmuş. Özbəkistanda bir qardaşım olub. Gətirək ki, Bir qardaşım da Yekaterinburg. Bəli, üçüncü qardaşım idi. Azərbaycan müstəqil olandan sonra Amil bu ölkə üçün ilk əskəri idi. Bəli, bizim üçün hə. Ananızdan danışaq. Ananız ibadət əhli idi, namaz qılırdı, bizimlə bərabər ziyarətlərdə də olub. Amili gözlədi. Ömrünün sonuna qədər, hələ ili də çıxmayıb anamızın. Siz də ona həm oğul oldunuz, həm qız oldunuz. Ömrünüzü ona həsr elədiniz. Danışaq anamızdan. Bir neçə kəlmə. Anam 7 ildir həyat yerə düşmürdü. Artıq 7 ildir ki, Amilin üstünə gələ bilmirdi. Hər dəfə də deyirdi ki, məni xəstəxanaya aparanda oradan dönüm Amilin üstünə dəyim. Deyirdim ki, yox, mən gedirəm də getmə. Deyirdi, yox, o uşaq olub. Anamın bir qardaşı da şəhiddir. Oktyabrda da həmin Qardaş, bəli, həmən bir neçə aydan sonra oğul itirən ana qardaş da itirdi. Bəli. Şəhidimizin adını, soyadını deyərsiniz. Köçəriyev Zülfüqar Binnətoğlu. O da Amildən bir neçə qəbir 5 qəbir. 5 qəbir. Bəli. Yəni ana həm qardaşının üstünə gəlirdi, həm oğluna. Görün nə qədər ağır bir imtahan imiş. Yəni onu çəkməyən anlamaz. Ona başa gəlməyən onu bilməz ki, o ana nə qədər içinə çəkirdi. Ana nə qədər onu fikirləşirdi, düşünürdü. Nə bilim, iki dərd. İki dərd. Yəni bilmirdi balasına baxsın, bilmirdi qardaşına baxsın. Gələndə həmişə burada bir mollamız var, deyirgiz. Deyirdi bacı, ikisinin arasında dururdu. Deyirdi ki, həm balama dinə, həm qardaşıma Quran oxu. Əmələ xanım, sizi çox incitmək istəmirik. 44 günlük müharibə oldu və Şükür. qanları yerdə qalmadı. Hələ, ən azından. Şəhərimizə şəhidlər gələndə acımız təzələnir. Təzələndi əlbəttə. Çünki siz Bizə çox dəfələrlə yaxın. çox iştirak eləmisiniz. Bu gün də mən deyərdim ki, istər 1-ci Qarabağ, istər 2-ci müharibə dönəmində olan şəhid ailələrinə də siz işlədiyiniz xəstəxanada çox köməkdarlıq edirsiniz və onlar siz xətrinizi çox istəyirlər. Sağ ol, Yəni bu qarşılıqları. hörməti qazanmısınız siz. Buna Qarşılıqları. görə də mən sizə çox təşəkkür bildirirəm. Qarşılıqları yox. O günlərdən danışaq ki, düzdür, qardaşınızın qanı yerdə qalmadı, amma bu dəfnlərdə yaranız təzələnirdi. Əlbəttə, onlar olduqca elə bilirdi ki, həmən günü bizim evdə o şeylər yaşanırdı. Biz şəxsən bizə yaxında deyənə, mamamı aynaya qoymurduq ki, o səsləri eşitməsin. Deyirdi ki, nəsə səs gəl, deyirdim, yox, heç nə yoxdur. Deyirdi, yox, mən nə isə eşidirəm. Deyirəm, aymaq yox, başqa adamdır, başqa deyir, yox, burada şəhid kəsən ölən var. Televizorda zaten olur deyil. Biz elə proqrama qoyduq ki, mamam o proqramları görmürdü. Yenə də şükür. Allah Şükür. şəhidlərimizə ruhunu şad eləsin. Qanları yerdə qalmadı ən azından. Şükürlər olsun. Varsa buyurun, layihəmizə, ümumi şəhidlərə. Yenə də sizlərə sağ ol deyirəm ki, biz şəhid ailələrinin yanındasınız. Hər zaman, hər vaxtı, hara gitmişəm, yanında olmusunuz. Ha vaxt siz demişsiniz, mən gəlmişəm, mən demişəm, siz gəlmişsiniz. Allah canınızı sağ eləsin, Allah xətrinizi əz eləsin. Allah səbir versin. hamımıza, hamımıza Allah qarşılıqlıdır. qardaşınızın da, dayınızın da cümlə şəhidlərimiz. Amin, hamısının yerləri behişt olsun. Qəbirləri nurla dolsun. Torpağı sana yerdə qalanlarına Allah ömür versin, gözün versin, yaşaya bilək. Mən Zeynalov Bakir Zeynaloğlu. Zeynalov Vakifin qardaşıyam. Şəhidimiz neçənci ildə, hardan adam olub?
74-cü ildə yanvar ayının 18-də Ağdam rayonu Mərzili kəndindən anadan olub. Siz onda əslən Qarabağlısınız. Bəli, bəli. Ağdam rayonu Mərzili kəndindənik. Əslən. Şəhidimiz doğma kənd məktəbində məktəbə gedir. Bəli, bəli. 10 illik məktəbini orada qutarır. Qutaran ili də cəhbiyə gedir. Siz belə deyək də ailəniz amma Ağdam işğalından sonra Mingəçevirə Bəli, bəli. gəlmisiniz. 93-cü ildən sonra biz gəlmişik Mingəçevir şəhərinə. Amma qardaşım orada 94-cü ilə qədər orada döyüşüb, döyüşlərdə iştirak eləyib. Neçə bacı qardaş olmusunuz? 4 bacı, 3 qardaş. Qardaşlarınızın içində Vaqifin xüsusi bir belə deyək xarakteri var idi, seçilirdi. Valla indi hamı biri var ürəkdən deyərsən, verilişə görə, biri var ürəkdən deyərsən. Bizim ən sevimli qardaşımız o. Bu şəhid olanda qardaşımız elə bir ki, dünyamız qaraldı. Dünyamız. Ta elə bir ki, dünya dayandı. Sizdən balaca idi? Bizdən balaca idi. Mənim böyük qardaşım 68 təvəllüddür, mən 72-yəm. Bu qardaşım 74-dür. Ən balacamız, son beşiyimiz idi. Ailənin sevimlisi olur da. Bəli, bəli, son beşiyinə görə bu Qarabağda Çəmənli kəndində mina düşdü. Sapyor işləyirdi. Çox döyüşlər olub. Abdullah kəndində döyüş olub, Mərzili kəndində döyüşlər olub. Ağdamın çox kəndlərində döyüşdə oldu. 92-dən gedib bu döyüşə. 93-də döyüşdə olub. 94-cü ilin iyulunun 15-də rəhmətə gedib mina düşərək. 94-ün iyul şəhəri. Hə, iyulun 15-də deməli mina düşdü. Neçə dənə uşaqlarla bir yerdə. Əsgər yoldaşlarından. Minə düşdü, bax orada biri yaralandı, qardaşım da şəhid oldu. Ata-anazdan danışaq. Atam belə deyək, torpaq işğal olunmuşdu, sonra oğul dərdi də gördü o ata-ana. Valla atamın adı Zeynaldır, anamın adı Rəynadır. Deməli, belə bizim ailəmizdə torpağa qarşı, dövlətə qarşı nümunədir də, nümunədir. Yəni bizdə atam doğma əmim rəhmətə gedib şəhid olub Qarabağda. Adını soyadını deyil. Zeynalov Əli. Əmimin başqa əmimin nəvəsi Zeynalov Ayaz. O da 93-cü ildə Abdullah kəndi uğrunda gedən döyüşlərdə rəhmətə gedib. O da sizin ailə çox şəhid verib. Bəs deyirəm də, çünki bizdə Qarabağ müharibəsi başlayandan biz o atam Zeynalov Zeynal. O da knişkası var. Qarabağda çatsa o da döyüşdə olub. Ataz da döyüşlərdə olub. Atam da döyüşdə olub. Onun vəsiqəsi var idi, rəhmətə gedir. Qardaşı da həm qardaş itirdi, sonra başqa bir qardaşın oğlunu itirdi, sonra öz oğlu şəhid oldu. Yəni biz orada torpaq uğrunda gedən döyüşlərdə biz qaçmamışıq. Həmişə irəlidə olmuşuq biz. Bizim kənd cəmaatımız da bilir onu. Kənddə Mərzili kəndimizdə gedib şəkillər də var orada. Hamısını çəkdirib Mərzili kəndinin şəhidləri. Orada şəhidləri var. Məsəl üçün şəhidlərimizi orada şəklinin hamısını qoymuşuq. Kəndin girəcəyi deyək də belə. İşğaldan qutarandan sonra. Elə ondan danışaq. 30 illik həsrət bitdi. Qarabağa qayıtdınız. Yəni bugün Azərbaycanda o işğaldan azad olan bölgələrimizdə də üç rəngli bayrağımız dalğalanır. Sevinirdiniz ki, qanları yerə qalmadı. Düzdür. Amma şəhərimizə şəhidlər gəldi. Düzdür. Acınız təzələnirdi mi şəhid gəldi? Valla mən indi bu bizim üçün bir sübutdur ki, biz məsələn torpaq üçün nələr eləyərik, onu bəlkə də heç kim bilmir ki, indən belə nəsə eləyə bilərik. Yəni ki, biz geri çəkilən insanlardan deyilik. Məsəl üçün qardaşım şəhiddir, Pilos o biri insanlardakı hansına ki evinə şəhid gedirsə, biz o hissi yaşayırdıq. Təzədəndən yaşayırdıq ki, o ailə üçün onun evinə şəhid getdi. Mərasimlərinə gəlirdiniz. Biz gedirdik, bizim kənddən əlavə burada nə qədər şəhidlər oldu da təzə 92-nin şəhidlərini demirəm, 2020-nin şəhidlərini deyirəm. Burada məsəl üçün insanları görürdük də, yollarda gətirib dəfn eləyəndə də iştirak edirdik. Çox bizən həm ağrı hiss edirdik, ağrı ki, hansısa bir evə şəhid getdi də, indi uşaq deyilik biz. Həm də ki, birə götürəndə qürur verici ki, torpağa görə getdi, vətənə görə. Bu da bir şeydir. Bax, indi bizə yeri gələndə mən də gedib döyüşmək istəmişəm, məni hərbi çatsa məni götürmədilər, şəxsən məni götürmədilər. O sizdən balacadır da, siz gedəsiniz. Bizim evdə bu qardaşım döyüşə, indi kənd cəmaatından bilənlər, mən and içmərəm, xoşlamıram. Mən getdim, Şinaverdə vayni forması var idi bunun evdə. Götdüm, geyindim əynimə vayni formanı, getdim Çasta.
Alyoşa deyirlər, o vaxt bizim kənddə komandir işləyirdi. Getdim ora, məni qəbul eləmədilər. Dedilər ki, Zeynalov, kətdə Zeynalov bir dənə bizim nəsildir. Bizdən başqa Zeynalov yoxdur. Dedilər, qardaşın döyüşür. Atan burada çatsadır. Əmin onda şəhid olmamışlar. Biz döyüşən vaxtlarla gedir söhbət. Əmim buradadır. Əmim yaşlıydı, o gedib kətdə dururdular, qıraqda. Ağsaqqallar gedib avtomat alıb dururlar kətdən qıraqda. Biz erməni kəndləri həmsə. Namuslarını müdafiə etmək üçün. Biz məni götürmədilər ki, biz nəslinizdən diyor neçə nəfər var burada sənin. Bax onda bax belə bir hadisə baş vermiş ki, mən istəyirdim ki, indi qıraqdan baxanlara hasad gəlir o, amma biz orada olanda deyirdi ki, biz bir irəli gedək. Biz də döyüşək. Son olaraq son sözünüz varsa, həm qardaşınızla bağlı, layihəmiz, ümumən şəhidlərimiz barəsində buyurun deyin. Mən son söz olaraq qardaş, bax bu şəhid ailələrinə, qazilərimizə, orada döyüşən insanların hamısının başında mən qabağında baş əyirəm. Çünki onların sayəsində biz burada fırlanırıq. Biz bu torpağın üstə gəzirik. Bax, onların anaların əllərindən öpürəm mən, ataların əllərindən öpürəm. Çünki kimi nə fikirləşir bilmərəm, mən öz içimdən çıxan hissi deyirəm. Onların sayağında, onların əməyində, onların şəhidlik, məsəl üçün şəhid oldular deyim, biz bu torpağımızı aldıq. Şəhidimizin adını daşıyan var nəslinizdə? Mənim oğlumun adını qoymuşam Vaqif. Öz oğlumun adını qoymuşam Vaqif. Vaqif, hə. Allah ona da ömür versin. Sağ olun. 44 günlük müharibədə yenə bu Zeynalovlardan döyüşən oldu mu, iştirakçı oldu mu? Bax, həmən o Ayazın, rəhmətli Ayazın qardaşı həmən döyüşdə Cəbrəldə oldu. Bax, həmən Ayazın qardaşı. Allah ona da ömür versin, o da veteranımızdır. Allah sizə can sağlığı versin. Sağ olun, çox sağ olun. Nə yaxşı sizi tanıdıq. Allah şəhidimizin də, cəmi şəhidlərimizin də ruhu şad etsin. Amin. Mən Osmanova Kəmalə, Osmanov Ərzumanın anasıyam. Şəhidimiz neçənci ildə, hardan adam olub? 1990-cı ildə Ağdaş rayonunda anadan olub. Məktəbə Ağdaşda gedib, yoxsa? Yox, burada gedib. Sonra köçmüsünüz Mingəçevirə. Burada gedib. Neçə nömrəli məktəbi bitirib? 8 nömrəli məktəbdə oxuyub. Neçə bacı qardaşdılar? 2 qardaş, bir bacı idilər. Adətən oğullar analarına bağlı olurlar. Ərzuman sizə bağlı idi? Çox. Necə xarakteri var idi? Məsələn, nə xasiyyətdə idi? Çox mülayim xasiyyətli idi. Çox aləcanlı idi. Oğul kimi oğul idi. Siz düşünərdiniz ki, evinizdə belə bir qəhrəman igid böyüyür? Heç düşünməzdim. Fikirləri özün, gedəndə də özünün istəyi ilə nətər ürəkli getdi. Mən qoymurdum getməyə. Bir ana kimi açığı mane oldunuz. Qoymurdum, öz getdi. Nə bilim, gedəndə heç görüşmədi məndən. Bəlkə də hiss edib, ürəyinə damıb ki, qayıtmayacaq. Çünki onun həyatında qeyd edirlər ki, döyüş yoldaşları, o deyib ki, başqaları çıxardım. Hətta evli olanlar olub. Hə, evli olanlar olubdu. Bir yaralı olubdu. Deyib, məni çıxartmayın, gedin. Başqa yaralıları çıxardım. Hərbi xidmətdən gəldi. Hərbi xidmət harada olmuşdu? Pürüşgüldə olmuşdu. Bakıda Pürüşgüldə olmuşdu, hərbi xidmətdə. Oradan gəldi, elə getdi Rusiyaya. Burada da... Aha. Elə, hələ də düşünürəm ki, oradadır. Özüm anladıram. Deyirsiz ki, xarici bir ölkədədir. Nə vaxtsa qayıdacaq. Allah buyurur ki, elə bu şəhid analarına, şəhid atalarına, əzizlərinə təsəlli olsun bu ayə ki, şəhidlər mənim yanımdadır, ində Rabbihim deyir. Onlar ən gözəl yerdədirlər, Rəblərinin yanı. Bu dünya onsuz müvəqqəti bir məkandır. Düzdür, sizin üçün çox çətindir bir ana olaraq. Düzdür, deyirlər, şərəfli addır, şərəflidir. Amma şərəfli olduğundan da ağır dərddir.
Şəhidimiz subay idi. Subay idi. Sevdiyi var idimi? Yəqin ki var idi, deməmişdi bizə. Yəqin ki onlar bilmirəm. Amma evləndirmək istəyirdik. Elə qoymadım getməyə Rusiyaya ki, evlən sonra gedərsən. Dedim amma biraz da gözlə olacaq. Amma müharibə başlamamışdan qabaq uşaq dostları ilə oturub yeyib içəndə heç müharibə söhbəti yox idi. Deyib ki, ayın 28-də müharibə başlayacaq. Birinci gedənlərdən mən də birincilərdən olacağam. Öz dostlarına deyib ki, şəhid olacağam mən. Siz də çox ibadət əhli olan bir ailəsiz, inanclısınız. Bacıları da ibadətdədir. Yəni Allaha bağlı bir ailədən çıxmışdı və vətənpərvər bir oğlu idi. Özü də namaz qılmırdı, amma çox dinə meyilli uşaq idi. Dini barədə nədən sual versən cavab verərdi. Bilgiləri çox idi. Yuxularınıza gəlirmi? Yox, yuxuma heç gəlmir. Arzulayırsınız ki, yuxularda görüşəsiniz. Həm də nə cür arzulayıram. Heç olma yuxuda görsəm bir təsəlli olar. Gəlmir yuxularıma. İnşallah tezliklə gələr, inşallah öz belə deyək, halından xəbərdar eləyər bəzi şəhidlər kimi ki, ana narahat olma, mən gözəl yerdəyəm. Yaralı olanda biz bunu axtaranda elə bil ki, şəhid olduğu gün yuxuda gördüm. Yuxuda gördüm, gəlib. Oktyabr ayında. Gördüm yuxuda gəlibdi. Deyirəm ki, danışmır. Dedim, bəs sən niyə gəlmişsən? Dedi, yuyunmağa gəlmişəm. Amma yuyundu gəldi, əynində bir mayka var idi ki, mayka ağ, bax, elə ağ rəng yoxdur. Adamın gözünə aparırdı. Belə əlimi vurdum yaxasına. Düz hardan yaralanırsa ora belə cırıldı. Gördüm patlanıbdı o yara yeri. Dedim sən yaralanmışsan. Dedi ay mama mən qayıdacağam, elə belə yaradı. Siz uzun müddət itkin yolu gözlədiniz, müharibə bitdi, amma Ərzuman qayıtmadı. Dekabr ayında dəfn mərasimi oldu. Etibarsız oldu gedənlər. Gedən nə demişdi, qayıdacaq. Şərəfli bir adla qayıtdı. Hər oğula nəsib olmur ki, üç rəngli bayrağa bükülüb, igid kimi, qəhrəman kimi. Onun dəfnində də nə qədər izdiham var idi, nə qədər insanlarımız, heç bəzən insan bir ömür yaşayır, heç dəfnində o qədər adam olmur. Bütün şəhər onun dəfn mərasimində iştirak elədi. O gözəl bir adla qayıtdı. Düzdür, sizin üçün çox çətindir. Mən sizi çox incitmək istəmirəm. Onun elə gözəl ürəyi var idi ki, biraz da təskinlik tapıram ki, o hardasa yolda bir qəzaya düşüb həlak olsaydı, ya nə bilim bir mərdmazarın bıçağına tuş gəlib həlak olsaydı, o məni çox ağrıdardı. Amma elə bir uşağın, elə ürəkli bir uşağın belə olması, şəhid olması biraz hardasa təskinlikdir mənə. O valideynlərə də biz Allahdan səbr arzu edirik ki, onlar da məsələn övlad itiriblər. Allah onlara da səbir versin. Sonda bir sual vermək istəyirəm. Adətən şəhid analarına mən bu sualı verirəm ki, şəhidlərimiz böyük bir zirvədə, böyük bir məqamdadılar, cənnətdədirlər. Bir gün cənnətin qapısında Ərzumanla qarşılaşsaz, onun gözlərinə baxıb nə deyəcəksiniz? Ona o qədər suallarım var. Hər gün o sualları düşünürəm. Cavab tapacağım günü gözləyirəm. Bilmirəm, ilk sualım nə olardı? Bağrınıza basardınız. Yəqin ki.
Çünki görüşə də Gözlərimdən öpərdim. Görüşə də bilməmişdiniz. Məni şəhid anası elədiyi üçün gözlərimdən öpərdim. Allah səbrinizi versin. Allah sizə can sağlığı versin. Son sözünüz varsa layihəmizə, ümumiyyətlə şəhidlərimizlə bağlı buyurun. Üstünə deyirəm ki, Allah buna ömrü bu qədər yazmışdısa, şükürlər edirəm ki, belə ömür yazıb, belə sonluq yazıb. Başucalığı ilə. Onsuz da evlad nə cür gedir, getsin, ana üçün böyük dərddir. Ona biraz, elə şeylər düşünüb biraz səbir tapıram. Son sözünüz Sonda sizə təşəkkür edirəm. Bu 6 il deyək də, bu 6 ildə bizim şəhid ailələrin yanındasınız. Allah sizdən razı olsun. var olasınız. Sizə təşəkkürümü bildirirəm. Siz də biz şəhid analarının evladlarısınız. Elə gözlə görürük. Allah razı olsun. Allah razı olsun sizdən. Sizdən də var olasınız inşallah. Çox sağ olun. Təqdim edin. Mən Osmanov Şamran, Osmanov şəhid Ərzumanın atası. Ata-oğul münasibətindən danışaq. Necə oğulu idi? Bu, mən körpəm sobeşim idi. Çox ürəyaçı uşaq idi, çox. Həm də həyatda atanın, anının, valideynin sobeşi istəməli olur. O qədər ürəyaçı uşaq idi bu. Nə bilim, bu canını adıma paylayardı. Hələ mən ona bir dəfə Ərzuman deyəndə o aska dedi ona. Mən Aycan, bəli, ayrı söz deməyib. Elə mehriban O qədər uşaq idi. ürəkliymiş ki, sonda da xalqın sevimlisinə çevrildi. Bəli, həyatda qonşular da görür. Kimin əlində bir yaşlı qadını, ya yaşlı qadın ki, sumka görərsə, yürüb əlindən götürüb aparardı evinə kim kömək eləyərdi. Elə uşaq idi, olmağına O ləqəbidir şəhidimizin. Bu ləqəbidir. Bunu orada müharibədə uşaqlar qoyuşdular. Bir film qəhrəmanına. Film, burada bəli. Oxşadılar. Onun elə bir şəkilləri var, Türkiyədə göstərirlər. Müharibə yoldaşları. Orada restoranda həmin Aliço'nun anasının restoranı var. Orada göstərirlər. Onu da verəcəm sizə göstərəsiniz. Bu Aliço'nu, bu mahnı Osman Səfəroğlu mahnılarında bunun da adını orada təqdim. Aliço'nu da deyir orada. Bir müddət oğul yolu gözlədiniz. Yəni 71 gün. 71 gün. Çox çətin günlər İtkin idi. düşdü. Gəzmədiyim yeri qalmadı. Beyləqana getdim, Şirvana getdim, Tərtərə getdim, Naftalana getdim. Bütün balinsaları gəzirdim. Deyirlər Gəncəyə get. Gəzirdim. Yalandan bir axır vaxtlar bilirdim mən. Ürəyinizə dalmışdı. Bir ay keçmişdi. Deməm, bir nəfər danmaqdan əlavədə eşitmişdim. Sızdırmışdılar. Görəylik deyənmirlər, başa düşürəm. Prosta anasına demirdim. Deyilmə bəlkə indi. Deyirlər, dur ona yemək verirlər. Ardasa deyirlər. Hətta Kəlbələrdə deyirlər, harasa keçirlər. Belə deyil, dur ona yemək verirlər. Onları bildirmək olmaz. Yəni, nə təsəlli verirdik, heç bir şey. Özümüz özümüzə təsəlli verirdik. Həyatdır da, buna da belə qismət olmuş. Bəs necə xəbər tutdunuz? Kim xəbər verdi? Çiftə Varmkumat xəbər verdi. Varmkumat dedi. Sizə yığıb dedilər ki, Qardaşıma dedi, böyük qardaşıma. Sonra özümü çağırdılar, gəldim. Biz yoldaşımın DNK analizi vermişdik. 2 dəfə. Bir dəfə qandan, bir dəfə də ağıldan götürürdülər. Ondan sonra çağırdılar, özüm gəldim, dedilər belə. Sonra Bərdəyə gətirmişdilər. Bərdədən gətirməyə əmisi oğlu ilə böyük oğlum getdi gətirməyə. Məni qoymadılar getməyə. Gedib orada baxıb edib götürüb gəldilər. fəxr edirsiniz oğlunuzla. Fəxr edirəm. Fəxr edirəm, bəli. Başımız uca elədi. Elədi. Mən çox söylədim, mən danışamıram, həqiqi deyirəm. Mən orada da edəm, yanım orada otura bilmirəm. Ya bir tədbirdə də vallah burada, bax o günü burada, bu kişinin il dönümündə oğlunun, il dönümündə mən burada dayana bilmədim. Oturdum, gizlədirəm, özümü saxlaya bilmirəm. Bilmirəm bu
ürəyimiz zəiflikdir, bədənimiz zəiflikdir, nədirsə. Çətin imtahandır. Doğrudur. Ata üçün çox çətin imtahandır. Bax, bayaqlarım dedim bir iki şəkil verim sizə. Oraya baxıb, divan doyunca ağlamışım. Görün, tək mən deyirəm, mən bilirəm, bütün valideynlər eylər, atalar eylər, hamısı. Dövlət tərəfindən mükafatlandırılıb. Hansı orden medallarla? Bu hamıya verilən prezidentin verdiyi medaldır. Cəsur vətən uğrundadır. Cəsur döyüşçüdür, bir də su qovşan uğrunda medallarla tərtib olan. Sonda əgər sizi çox danışdırıb kövrətmək istəmirəm, son sözünüz varsa, buyurun, həm layihəmizə, həm ümumən şəhidlərimizə. Allah sizin canınızı sağ eləsin. Bütün şəhidlərin ruhunu şad eləsin. Məkanları ucu olsun. Qəbirlər nurla dolsun. Sizi də Allah əski eləməsin. Bu cəmaatın əziyyətini çəkirsiniz. Bu uşaqların verilişlərini çəkirsiniz. Xalqa, tələbələrə göstərirsiniz. Allah sizdən razı olsun. Cümləmizdən var olasın. Bu musiqi 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Ərzuman Osmanova ərmağan edilir. Məğrur, məğrur baxışınla düşmənə sən qan utdurdun. Öz elini, vətənini mənfur düşməndən sən qorudun. Öz elini, vətənini mənfur düşməndən sən qorudun. Axıtdığın damla qanın hədər getmədi Ərzuman. Torpaqların azad olundu, ruhum şad olsun Ərzuman. Axıtdığın damla qanın hədər getmədi Ərzuman. Torpaqların azad olundu, ruhum şad olsun Ərzuman. Soyuq məzarda sən yatsan da, cənnətdə bir mələksən sən. Uca Allah dərgahında vətən üçün şəhidsən sən. Uca Allah dərgahında vətən üçün şəhidsən sən. Axıtdığın damla qanın hədər getmədi Ərzuman. Torpaqların azad olundu, ruhum şad olsun Ərzuman. Axıtdığın damla qanın hədər getmədi Ərzuman. Torpaqların azad olundu, ruhum şad olsun Ərzuman. Ürəklərdə yer salmısan, şəhadətə ucalmısan. Sən qəhrəman adını almısan, adın mübarək Ərzuman. Dostların sənə Aliso deyərdi, mənim şəhid qardaşım.